Mən Khan Academy-dən istifadə etməyə başladım. İllər ərzində bir çox yeniliklərə baxmayaraq, onun əsas funksiyası həmişə şagirdlərin onlayn şəkildə tamamlaya biləcəyi təlim videoları və tapşırıqları olub. Siz onu yalnız sinifinizdəki şagirdlər üçün deyil, həm də ibtidai məktəbdən orta məktəb fənlərinə keçid etdiyiniz zaman istifadə edə bilərsiniz. Orta məktəbdə tədris edəcəyiniz yeni məzmunu öyrənmək üçün həmin videoları izləməlisiniz ki, bunu necə öyrətmək haqqında ideyalar əldə edəsiniz. Khan Academy bir çox sahəsində genişlənib. İndi ora daxil olan məzmun, incəsənət və humanitar fənlər, oxu və dil sənətləri və hətta həyat bacarıqları ilə bağlı məzmun olduğunu görmək olar. Bugünkü nümunəm, yəni sizinlə paylaşacağım demək olar ki, hər şey Khan Academy-dən hansı məzmunu istifadə edəcəyinizdən asılı olmayaraq tətbiq oluna bilər. Mən xanım Ramazanova, Khan Academy-nin könüllü üzvüyəm. Bakı şəhəri Binəqədi rayonu İlqar Məmmədov adına 298 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. İndi isə müəllimlər üçün qeydiyyat addımlarına keçid edək. İlk növbədə Google Provider-ına daxil oluruq. Daha sonra axtarış bölməsinə Khan Academy-nin Azərbaycan saytını axtarış edəcəyik. Səhifə açıldıqdan sonra buradan başlayın seçiminə klikləyirik. Burada biz artıq müəllim olaraq qeydiyyatdan keçəcəyik. Google-da davam edin seçiminə üstünlük verirəm. E-mail hesabınızı seçin və davam edin. Beləliklə hesabınızı yaratdıq. Burada Create a Class, yəni sinif yaradın yazısı bizi qarşılayır. Bu yazıya klikləyirik. Beləliklə biz sinif yaradacağıq. Burada yuxarıdakı seçimə üstünlük veririk və saxla seçiminə klikləyirik. Burada sinifinizin adını daxil edə bilərsiniz. Növbəti seçiminə klikləyirik. Beləliklə tədris olunacaq kursları seçə bilərsiniz. Sizə ən uyğun olan seçimləri edin və növbəti yazısına klikləyin. Burada tələbələrinizi əlavə etmək üçün 3 seçim var. Lakin bu seçimlərdən ən əlverişlisi tələbələrinizin hesablarını yaradın seçimidir. Ona görə mən indi sizə tələbələrinizin hesablarını yaratmaqla onları sinifə dəvət etmək seçimini göstərəcəm. Bu seçimin üzərinə klikləyirik. Sonra sinifə əlavə edəcəyiniz şagirdin adını və soyadını daxil edin. Şrift Azərbaycan hərflərini dəstəklənmədiyinə görə burada unikal istifadəçi adı yaramayacaq. Ona görə ingilis əlifbasından istifadə edək. Artıq unikal istifadəçi adı yarandı. Yeni sətr əlavə edin seçiminə klikləyək və beləliklə biz bir neçə tələbə əlavə edə bilərik. Bu qayda ilə davam edək. Növbəti seçiminə klikləyirik. Beləliklə burada şagirdlərin unikal istifadəçi adı və şifrələri əks olunacaq. Burada məsləhətlidir ki, bütün şifrələr eyni olsun. Daha sonra siz şagirdlərə unikal istifadəçi adı və şifrəni təqdim edərək onları hesablarına qeydiyyat etdirə bilərsiniz. Sonra hesab yaradın seçiminə klikləyirik. Burada CSV cədvəlində şagirdlərin unikal istifadəçi adları və şifrələri çap olunmaq üçün əks olunacaq. Növbəti seçiminə klikləyirik. Beləliklə biz artıq hesab yaratmış olduq. Burada Add Mastery Goal yazır. Mastery Goal əhəmiyyəti nədən ibarətdir? Gəlin bunu araşdıraq. Add Mastery Goal seçiminə klikləyirik.
Burada siz uşaqların dərsə ümumi baxış açılarına nəzər yetirə bilərsiniz. Əgər hər hansı bir uşağın hər hansı bir fəndən zəifliyi varsa, siz onlara təkrar tapşırıqlar verərək siz zəifliyin qarşısını ala bilərsiniz. Təyin et yazısına klikləyirik. Biraz yuxarı sürüşdürdükdə bura istədiyiniz kursdan istədiyiniz dərsləri verə bilərsiniz. Məsələn 5-ci sinif. Bölmə ustalıq seçimində bir çox mövzular əks olunur. Burada tapşırıq vermək istədiyiniz mövzuları seçim edin. Mən indilik 3 mövzu seçim etdim. Burada siz onların tarixlərini qeyd edə bilərsiniz. Məsələn, 7 noyabr 2024. Ayarlayın. 4 dekabr çərşənbə günü. Ayarlayın və s. Burada həmçinin siz tapşırıqları fərdi olaraq bir neçə şagirdə yönəldə bilərsiniz. Bunun üçün redaktə yazısına klikləyirik. Burada istədiyiniz şagirdi seçə bilərsiniz. Məsələn, Leyla Əliyevanın hər hansı bir mövzunun zəifliyi var və mən Mastery Goal-dan bu zəifliyi daha gücləndirmək üçün ona tapşırıq verirəm. Ona görə mən sadəcə Leyla Əliyeva seçimini nəzərdə saxlayacağam. Saxla yazısına klikləyirik. Beləliklə mən bu tapşırıqları sadəcə Leylaya verəcəm. Create 3 Unit Goals yazısına klikləyirik. Beləliklə bütün hədəflər seçimindən biz göndərdiyimiz tapşırıqları görə bilərik. Tapşırıqları verdikdən sonra inkişaf bölməsində kurs hədəfləri və dərs hədəfləri seçimi ilə tanış ola bilərik.